ABŞ prezidenti Donald Trump və İsrail baş naziri Benjamin Netanyahu Ağ Evdə mətbuat konfransı keçirərək Qəzza zolağında müharibəyə son qoymaq planını elan ediblər. 20 bəndlik plana əsasən Qəzza beynəlxalq iştirakla müvəqqəti xarici idarə etməyə veriləcək və vəziyyəti sabitləşdirmək üçün bölgədə beynəlxalq qüvvələr də yerləşdiriləcək. Həmas Qəzzanı idarə etməkdən uzaqlaşdırılacaq. Əgər onun üzvləri silahlarını könüllü şəkildə yerə qoymağa hazırdılarsa, onlara amnistiya vəd ediləcək. Həmçinin İsrail 2023-cü il oktyabrın 7-sindən sonra ömürlük həbs cəzasına məhkum edilmiş 250 və həbs edilən 1700 qəzzalını azad edəcək. Açıqlamalar və təkliflər fonunda təqdim edilən plan bərabərində həm sülhü, həm də gələcəkdə baş verə biləcək daha böyük münaqişələri gətirir. İlk olaraq sözügedən təkliflər Həmasla müzakirə aparılmadan verilib və sonda təşkilatın idarə etmədən uzaqlaşdırılması planlaşdırılır. Üstəlik planda Qəzzanın tanınmaması, minin üzərində girovun 72 saat kimi qısa müddətdə təslim edilməsi və bütün bunlara qarşılıq Təl-Əvivin qoşunlarını paralel olaraq deyil, istəklər yerinə yetirildikdən sonra çıxarması Həmasın planı rədd etməsi ilə nəticələnə bilər. Buna bənzər müzakirələr və planlar daha əvvəl də tətbiq edilib. Amma İsrailin Həmasa paralel hərəkət etməməsi və atışmanı davam etdirməsi təkliflərin havada qalmasına gətirib çıxarıb. Hər şey təbii ki, indi Həmasın atacağı addımlardan və o addımlar fonunda ABŞ və İsrailin müvafiq olaraq hansı mövqe ortaya qoymasından asılı olacaq. Yəni, əgər bərabər şəkildə eyni statusla tərəflər paralel olaraq addımlar atacaqlarsa, o zaman nəyəsə nail olmaq mümkün olacaq. Əks halda bu təkliflər də bundan əvvəl olan təkliflər kimi havada qalmış olacaq. Digər tərəfdən, Trumpın Qəzzada sülhü bərqərar etmək üçün əlimizdən gələni edəcək deməyə əvəzinə Həması təhdid etməsi də diqqətdən yayınmayıb. Onun sözlərinə görə Həmas hərəkatı Amerikanın Qəzza zolağında nizamlanma planını qəbul etməkdən imtina edərsə, ABŞ İsrailə tam dəstək verəcək. Bu isə əslində Avropa İttifaqı və digər dövlətlərin təzyiqləri fonunda planın göstəriş xarakterli ortaya atıldığını deməyə əsas verir. Çünki İsrail rəhbərliyi Qəzza ilə bağlı fikirlərini, bölgəni tamamilə ələ keçirmək istədiyini heç bir zaman gizlətməyib. Doğrudur, davam edən təzyiqlər çərçivəsində Trumpın Tel-Əvivə dəstəyi kəsməsi gözlənilirdi. Amma Yəhudi lobbisi, Vaşinqtonda keçiriləcək seçkilər və Yəhudi yatırımları Ağ Ev administrasiyasının indi və gələcəkdə də İsrailə tam dəstək verməsinə gətirib çıxaracaq. Hamas'ın veyahut da Gazze halkının böyle bir barışı kabul etmeleri pek mümkün gözükmemekte. Peki barış kabul edilmezse ne olacak? Trump'ın ifadesiyle İsrail'in yanında tam anlamıyla yer alacak. Zaten Trump 2026 Kasım seçimlerinde gerçekleşecek senato seçimlerine kadar Netanyahu'nun yanında gözükmek zorunda. Çünkü bu seçimleri kazanabilmenin yolunun Amerika'daki Yahudi sermayesi ve Yahudi lobilerine bağlı olduğunu bildiği için Trump İsrail'in isteklerini şu an itibariyle yerine getirmeye çalışıyor. Bütün iddia və fikirlərə baxmayaraq, hazırda ABŞ, İsrail və Həmas arasında regionda sülhün bərqərar olması üçün danışıqlar aparılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ankaranın həmkarı Donald Trumpın Qəzza planı ilə bağlı prosesinə öz töhfəsini verməyə hazır olduğunu deyib. Eyni şəkildə Azərbaycan Xarici İşlər Nazirliyi də bölgədə sülhün yaranmasını dəstəklədiyini bildirib. İki dövlətli həllin olduğu uzun müddətli razılaşmaya nail olmaq mümkündür, deyə xindən bildirilib.